Cümlənin növlərini keçmişdiniz, eləmi? Cümlənin növlərindən ikisini öyrənmişdiniz. Hansılar idi? Nəqli cümlə, bir də sual cümləsi. Nəqli cümlə nə edirdi? Nəqli cümlə nə verirdi bizə? Ayşə, məlumat verirdi, eləmi? Və sonunda hansı işarəni qoyurduq? Nöqtə. Və sual işarəsi nə bildirir? Sual verirdi, qarşısında nə gözləyirdi? Cavab gözləyirdi, eləmi? Bizə sual verirdi, qarşısında da cavab gözləyirdi. Sonunda hansı işarəni qoyurduq? Sual işarəsi. İndi isə əlavə 2 dənə də başqa cümlə növü var, onları deyim. Nəqli və sual cümləsindən əlavə bir də Aysa ol, nida və əmr cümləsi var. Gəlin nida ilə əmr cümləsi nədir onu öyrənək. Əmr cümləsi uşaqlar, mən deyirəm, Məryəm sakit dur. Yusif yazını yaz. Qapını ört. Nə bilim, əmr verirəm, xahiş edirəm, tapşırıq verirəmsə, bunlar olur əmr cümləsi, eləmi? Göstəriş verirəm, bunu et deyirəm, elə deyirəm, eləmi? Bu cür cümlələr oldu. Hə, deyirəm ki, tutaq ki, Yusif lövhəni sil. İndi silməyim, misal olaraq deyirəm. Bax, bu tip cümlələr olur əmr cümləsi və sonunda nöqtə işarəsi qoyuruq. Əmr cümləsində sonunda nöqtə işarəsi qoyuruq. Bəs əmrlə nəqli cümləni onda necə seçəcəyik ki, hansı əmrdir, hansı nəqli cümlədir? Aha, biz nəqlində sonunda nöqtə qoyuruq, eləmi? Cümləyə fikir verəcəyik. Məsələn, əgər mən deyirəmsə, Məryəm dərsini oxudu. Bu nə olacaq? Əmr cümləsi olacaq, nəqli? Nəqli məlumat verdi. Bir də deyirəm ki, Məryəm dərsini oxu. Nə oldu bu? Əmr. Tonundan, tələffüz şəklindən onu seçəsiniz ki, bu hansı əmr cümləsidir, hansı nəqli cümlədir. Başa düşdünüz? İndi gələk nida cümlə. Nida cümləsi isə hiss, həyəcan bildirir, sevinç bildirir, kədər bildirir, sonra həyəcanlanmağı bildirir. Məsələn, işıqlar keçib uzun müddətli işıq yanmır, işıq yananda deyirik, urra, işıqlar yandı. Güzel sevincdən, sevindik dedik, eləmi? Bu nə oldu? Nida cümləsi. Sonra deyirəm ki, ayağımıza tikan batır, deyirik, uf, ayağıma tikan batdı. Oldu nə? Nida cümləsi. Hiss, bax, birində kədərləndik, birində sevindik. Ta ki, müharibədə Azərbaycan qələbə qazandı, nə deyirik? Biz qələbə qazandıq. Eləmi? Yüksək tonla deyirik. Oldu nə? Nida. Nida cümləsi okey, yüksək tonla deyirik. Hiss, həyəcan, sevincimizi bildirir, kədərimizi bildirir. Bu hissləri bildirirsə, bu olur nida cümləsi və sonunda da nida işarəsi qoyuruq. Sual işarəsi, nöqtə işarəsi, bunlar artıq bilirdiniz, eləmi? Nida işarəsi necə olacaq bəs, hə uşaqlar? Nida işarəsi necə olacaq? Nida işarəsi isə bax belə olur. Düz xətt və sonunda da nöqtə. Düz xətt və sonunda nöqtədə nə oldu? Nida işarəsi. Yox, nida işarəsi, nida. Əmrdə nöqtədir. İndi mən bir cümlənin növlərini soruşum. Siz mənə deyin görüm, onun sonunda hansı işarəni qoyacağıq? Nəqli cümlənin sonunda hansı işarəni qoyuruq? Nə qoyduq? Sual cümləsinin sonunda. Nə qoyduq? Sual işarəsi. Əmr cümləsinin sonunda nə qoyduq? Əmr işarəsi olur. Əmr işarəsi yoxdur. Əmr cümləsinin sonunda nə qoyuruq? Ona da nöqtə qoyuruq. Bəs nida cümləsinin sonunda hansı işarəni qoyuruq? Hansı işarəni qoyduq? Nida işarəsini qoyuruq. İndi mən sizə cümlələr deyirəm. Seçin görüm hansı cümlədir. Urra, dərslərimi bitirdim. Nə cümləsi oldu? Bax, sevindirəm deyirəm. Urra, dərslərimi bitirdim. Hazırladım, qutardım. Nə cümləsi oldu bu? Hiss, həyəcan bildirən hansı oldu? Hansı oldu? Nida cümləsi. Deyirəm, Yusif, aşağı otur. Nə cümləsi oldu? Əmr. Deyirəm, bugün hava gözəldir. Nə cümləsi oldu? Yox, deyirəm, bugün... Qulaq as. Məlumat verirəm, deyirəm, bugün hava gözəldir. Nə oldu? Nöqtə qoyduğumuz nə oldu? Həmin o nöqtə məlumat verib nöqtə qoyuruqsa, o cümlənin adı nə oldu? Nəqli cümlə. Sənin yuxun gəlir. Bu nə cümləsi oldu? Deyirəm, sənin yuxun gəlir. Soruşuram, cavab gözləyirəm. Nə cümləsi oldu? Sual. Və sonunda da hansı işarəni qoyuruq? Sual. Yadınızda qaldı. Cümlənin içi növünü tanıdıq. 4 dənə sayaq. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi,
Nida cümləsi. İndi Məryəm saysın, sonra Yusif. Məryəm 4 dənə növü oldu cümlənin. Say. Əmir, Nida, Sual, bir də Nəqli. Yusif say. Cümləni. Ay sağ ol. Sonra. Aferin. Sonra. Əmir, bir də sonuncu nə idi? Hissəyəcəm bildirən nə idi? Nida cümləsi. Yaxşı, yadınızda qalsın.